Bugün biz subdominanta və dominanta birləşməsini keçirik. S və D. Digər birləşmələrdə daim belə bir şey var idi. Məsəl üçün tonika subdominanta ilə birləşəndə məsəl üçün birinci tonika da verilə bilərdi, subdominanta da verilə bilərdi və yaxud da tonika belə yazaq, tonika dominanta birləşməsində birinci dominanta da verilə bilərdi, tonika da verilə bilərdi. Belə bir şey var idi də, yəni üsul. Amma subdominanta dominanta birləşməsi elədir ki, belə bir hal mümkün deyil ki, birinci dominanta gəlsin, sonra subdominanta gəlsin. Mütləq birinci subdominanta gəlməlidir. Ümumiyyətlə harmoniyada belə bir akord, yəni birləşməsinə rast gəlmək mümkün deyil ki, dominanta qrupu akorddan sonra subdominanta qrupu akord gəlsin. Bu belə. Subdominanta və dominanta birləşəndə bunların müştərək səsi olmadığına görə təkcə melodik üsulla birləşə bilər. Yəni onları harmonik üsulla birləşdirmək heç cür mümkün deyil. Harmonik üsulla birləşməyə, yəni ortaq səsin olması lazımdır ki, onlar harmonik üsulla birləşə. Bunlar ancaq melodik üsulla birləşir. Necə birləşir? Yazırıq. Məsəl üçün do majordursa, fa, la, do, fa. Bu do majorda subdominanta hesab olunur. Necə edirik? Birinci bası qeyd edirik. Bas dördüncü pillə, yəni subdominant olduğuna görə digər akordumuz dominanta bir pillə yuxarı hərəkət edir. Yəni hərəkət etmir, yəni yeri oradadır. Birinci basımızı qeyd edirik, yəni bir pillə yuxarıda yerləşəcək bu bas. Sol. Yəni melodik birləşmədə də belə bir qayda var ki, burada müştərək səs olmadığına görə digər üç səs bas hərəkətinə əks istiqamətdə olmalıdır. Yəni hamısı eyni istiqamətdə gedə bilmir. Bu basımız yuxarı istiqamətdə getdiyinə görə digər səslərimiz aşağı istiqamətdə gələcək. Ya sekunda məsafəsində aşağı düşəcək, ya tersiya məsafəsində aşağı düşəcək. Burada la'dır. La. La aşağı düşür, sola düşür. Biz solu unisonda yazmalı oluruq. Məsəl üçün do si'yə düşür. Fa da re'yə düşür. Fa da re'yə düşəndən sonra biz digər vəziyyəti yazırıq. Fa, do, fa, la. İndi burada biz yenə bu tersiya düzülüşü vəziyyətidir. Çünki fa, la tersiyadır. Burada da prima vəziyyətidir. Yazırıq. Sol, bası qeyd elədik. Do düşdü si'yə, fa düşdü re'yə və la da düşdü sola. Da qeyd edirik. Belə formada yazırıq. Bu da oldu bu vəziyyət. İndi biz kvinta vəziyyətini yazmalıyıq. Bu sıx düzülüşdür də bilirsiniz. Fa, fa, la, do. Sol. İndi biz yazmalıyıq. Re, sol, si. Bir şey qeyd edeyim ki, burada xətləri yazanda mən kameraya baxdığım üçün bunlar biri yuxarıda, biri aşağıda düşür. Mən çünki kamera bəzən qaçır, belə göstərir. Ona görə bu şeylərə yazıda diqqət eləmək lazımdır. Məsəl üçün nə demək istəyirəm? Əgər ki burada belə do yazmısınızsa, yəni burada yazacağınız do da bu xətlə paralel olmalıdır da. Mən burada kameraya baxıram deyə gözüm, əlim başqa forma işləyir. Belə. İndi biz bunu yazırıq gen düzülüşdə. Yazaq. Ne yazıram? Açar çəkirdim, çaşıb.
Burada yazaq. Fa, do, la, fa. Aha, sonra yazırıq. Biz indi yazmalıyıq. Sol, re, sol, si, sol, re nədir? Sol, si, sol, re. Subdominanta, gen düzülüş prima ve dominanta. Fa, fa, do, la. Bu da olur sol, re, si, sol. Bu da olur subdominanta, gen düzülüş tersiya. İndi yazırıq fa, la. Fa, do. Yazırıq sol, sol, re, si. Bu da olur bizim subdominantanın gen düzülüş kvinta vəziyyəti. Bu da yazırıq dominantanın birləşmədə indi. Bu oldu sığ, bu oldu gen.